və Orta Gün efirdə öz işini davam etdirir. Son günlər yəqin ki, uçan taksi ilə bağlı hər kəs eşidib. Bolt taksisinin, belə deyim, filmlərdə olduğu kimi qəza törətməsi bir anda bütün ölkə gündəmini zəbt etdi və hər kəs bundan danışmağa başladı. Elə mövzunu qonağımız Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin taksi və fərdi nəqliyyat vasitələri ilə iş şöbəsinin müdürü Orxan Şıxıyevlə müzakirə edirik. Orxan mənim, xoş gəlmişsiniz. Xoş gördük Səbinə xanım. İlk əvvəl ondan başlamaq istəyirəm ki, bu qəza törədən taksi ilə bağlı görülən işlər, aparılan araşdırmalarla bağlı ən son vəziyyət nə yerdədir? Belə deyək ki, bildiyiniz kimi bu qəza ilə bağlı həmin sürücünün ümumi olaraq xüsusi hazırlığa dair hər hansı bir şəhadətnaməsi yox idi. Bununla bağlı başqa bir profildən, başqa hansı ki xüsusi hazırlığa dair şəhadətnaməsi olan, eyni zamanda operatordan qeydiyyatdan keçmiş bir sürücünün profilindən istifadə edərək nəqliyyat vasitəsini idarə etmişdi və xüsusi hazırlığa dair şəhadətnaməsi yox idi. Bu səbəblə bununla bağlı tərəfimizdən qanuna müvafiq tədbirlər görüldü. Nəqliyyat vasitəsini eyni zamanda həmin profili verən daşıyıcı şirkətlə bağlı qanuna müvafiq tədbirlər görüldü. Onlarda olan müəyyən nəqliyyat vasitələrlə bağlı adət tədbirlər görülərək daşımalardan kənarlaşdırılması aparıldı. Bütün bu işlərin hamısına nəzarət etmək üçün aynanın bir islahatı da var idi, taksilərlə bağlı islahatı. Bax, bu taksilərlə bağlı islahat nə vaxtdan başlayıb, hansı islahatları keçirmişsiniz ki, bu tip hadisələrlə bir də qarşılaşmayaq? Belə deyək ki, islahatlar əsasən əsas mərhələsi son 8-9 ay ərzində aparılıb islahatların başlanılması. Burada deyə bilərik ki, yeniliklər əsasən tətbiq olundu. Nələrdən ibarət olan yeniliklər vardı ki, bildiyimiz kimi əvvəllər burada xüsusi hazırlığa dair şəhadətnamə edilməz sürücülük sertifikatıdır ki, mütləq şəkildə müraciət edərkən sürücülər o həmin sertifikat olmalıdır. Əgər sertifikat olmadığı təqdirdə təbii ki, həm sistem üzərindən müraciətlər eləyə bilmirlər, həm də ki, müvafiq icazələr verilmir. Bununla yanaşı son iyul ayından etibarən buraxılış ilə yalnız 8 ilə qədər olan nəqliyyat vasitələrinə icazələrin verilməsi başlanıldı. Digər bir yenilik əsas məsələ ilə danışım ki, bunu edilən bu müraciətlər heç biri fiziki şəkildə aparılmır. Bununla bağlı aynı informasiya sisteminin alt sistemində e-daşıyıcılar alt sistemi yaradıldı. E-daşıyıcılar alt sistemi ilə artıq bütün daşıyıcılara, bu sahədə öz fəaliyyətini qurmaq istəyən sahibkarlara icazələr elektron verildi. Eyni zamanda taksi sifariş operatorları mövcuddur ki, bununla da bağlı qanunvericilikdə hər hansı bir bənd yoxdur. Amma bu da əlavə olundu avtomobil nəqliyyatı haqqında qanuna və taksi sifariş operatorlarının da fəaliyyətlərinə artıq icazələr verildi. Eyni zamanda onların da fəaliyyətlərinin nəzarətin aparılması üçün e-taksi alt sistemi yaradıldı və bunlar üzərindən, yəni aparılan işlərin hamısı, belə deyək, hamısı elektron sistem üzərindən aparılır. Və bütün bu islahatlara, tətbiq etdiyiniz yeniliklərə qurum olaraq necə nəzarət edirsiniz? Biz ümumiyyətlə qurum olaraq taksi fəaliyyətində mövcud vəziyyətdə nəzarətə daha çox elektron qaydadar, belə deyək ki, bugünkü dünyada hər şey rəqəmsallaşır, hər şey elektron aparılır. Bunun üçün biz də nəzarəti daha çox elektron üzərindən aparılmağı tərəfdarıyıq və hətta qeyd edeyim ki, bununla bağlı e-taksi alt sistemi yaradılıb. E-taksi alt sistemində gündəlik olaraq aynə tərəfindən misal üçün hər hansı bir nəqliyyat vasitəsinə icazə verilməyibsə və yaxud da xüsusi hazırlığa dair şəhadətnaməsi yoxdursa, bununla bağlı biz orada pozuntu halları yaratmışıq, bölmələr. Əgər taksi sifariş operatorla aynə tərəfindən verilməyən nəqliyyat vasitələrinin öz sistemində qeydiyyat alırsa və yaxud da sürücünün öz sistemində qeydiyyat alırsa, dərhal bizə bununla bağlı məlumat daxil olur. Məlumatlar əsasında artıq pozuntular bölməsidir. Bunun əsasında biz aidiyyəti üzrə cərimələr tətbiq olunur. Həm taksi sifariş operatorlarına, həm daşıyıcılara cərimələr tətbiq oluna bilir. Yəni, məsələ burada bütün sistemə daha çox biz elektron qaydada, hansı ki yaradılıb bu, burada qanunvericinin tələbi olaraq bütün taksi sifariş operatorları e-taksi alt sisteminə öz məlumatlar göndərməlidirlər, adsızlaşdırılmış məlumatlar. Həmin adsızlaşdırılmış məlumatlar eyni zamanda
Orada biz artıq nəinki pozuntu halları, nəzarəti, eyni zamanda nəqliyyat vasitələrinin sayı, sifarişlərin sayı, statistik təhlillərin aparılması və gələcəyə yönəlik aparılacaq islahatlar, dəyişikliklər, qanunvericilikdə olan yeniliklərlə bağlı artıq müəyyən işləri rahat şəkildə apara bilirik. Amma əvvəllər bundan bağlı biz operatorlardan məlumat alırdıqsa, artıq bu belə deyil. Bu artıq tam olaraq nəzarət taksi sistemi ilə aparılır. Xatırlayırsınızsa, Türkiyədə belə bir hadisə baş vermişdi. Taksi sürücüsünü sərnişin qətlə yetirmişdi və bu hadisə taksinin içində olan, taksiyə quraşdırılan kamera vasitəsilə aşkarlandı. Bizdə o sistemi niyə tətbiq etmirlər, edəcəklərsə nə vaxtdan olacaq ki, taksilərin içərisində də kamera quraşdırılsın? Çünki baş verə biləcək hər hansı bir hadisəni elə ilkin araşdırması oradan başlanır. Bəli, düz qeyd edirsiniz Səbinə xanım. Məsələ kameranın quraşdırılması vacib məsələlərdən biridir. Qeyd edim ki, artıq biz dəfələrcə sürücülərimizdən söhbət etdikdə, daşıyıcılarla söhbət etdikdə məhz həmişə nəqliyyat vasitələrində mütləq bunun olmasını tələb edirik. Və bununla bağlı mütəmadi iclaslar, görüşlər də təşkil olunur. Burada taksi, məsəl üçün, burada böyük daşıyıcılar qismində çıxış edənlər var. Öz fəaliyyətlərini daha çox qanunvericilik tərəfindən qurub işləyən böyük daşıyıcılar var ki, onların nəqliyyat vasitələrində bunları görmək mümkündür. Artıq Bakıda var. Bəli, bəli, yəni kameralar mümkündür, hansı video registrator deyirik. Bu video kameralar görmək mümkündür. Düzdür, qeyd etdiyiniz kimi kameranın olmadığı nəqliyyat vasitələri də var, razıyam. Amma bununla bağlı biz bir kənara heç hər hansı bir şeyi qoymamışıq. Bununla bağlı işlər aparırıq. Hədəfimiz tək kameranın deyil, eyni zamanda 183 saylı qərarla müəyyən edilmiş bütün tələblərin həmin nəqliyyat vasitəsində olmasıdır. Bununla bağlı işlər aparılır. Yəni, düzünü deyim, hələ ki, mən kamera olan taksidə əyləşib harasa getməmişəm. Yəqin ki, bundan sonra görərik. Necə fikirləşirsiniz? Bu kameraları quraşdırmayan bu daşıyıcılı, yəqin ki, kameralara konkret daşıyıcı şirkətlər quraşdırmalıdır. Onlara qarşı hansı tədbirlər görürsünüz? Yəni, quraşdırmayanda filan cəza olacaq. Bu, belə deyək, qanunun birindən bilavasitə tələbləridir, yəni qərarla müəyyən olunmuş tələblərdir. Bununla bağlı digər inzibati xətalar da deyil, amma lisenziya və icazə haqqında müvafiq qanunlar var ki, tələblər yerinə yetirilmədikdə, eyni zamanda verilən müvafiq aidiyyəti dövlət qurumundan verilən tapşırıq yerinə yetirilmədikdə, təbii ki, bundan aidiyyəti üzrə icazələri dayandırıla bilər, protokol tərtib oluna bilər ki, icazəsi dayandırılıb müəyyən müddət ərzində bu problemi aradan qaldırsın. Əgər qaldırmadıqda, təbii ki, icazəsini ləğv edilə bilər. Bu imtahanla bağlı vəziyyət nə yerdədir? Bilirdik ki, artıq taksi sürücüləri taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün müəyyən bir imtahanlar verməlidirlər. Bu imtahan prosesi necə gedir və yaxud da sürücülərlə bağlı hər hansı bir təlim proqramları işlənilirmi? Təbii ki, belə deyək, sürücülərin təliminə başlamamışdan əvvəl sürücülərin təlimi ilə keçirilməsi ilə bağlı müvafiq proqramlar hazırlanıb. Hətta qeyd edim ki, bugünkü gündə təlimlər 4 gün ərzində davam edir. 4 gün dedikdə bu təlimin müəyyən saatlar olur. Hətta 4 günlük burada 3 gün nəzəri dərslər keçirilir, bir gün isə praktikidir. Bundan sonra isə artıq imtahana, yəni təlimləri uğurla başa vurulan sürücülərimiz imtahanlara cəlb olunur. İmtahanlar əvvəl AYNA tərəfindən keçirilirsə, indi Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar aparılır. Qeyd edim ki, hətta imtahanlar əvvəl təlimlərdə 3 hissəyə bölünüb. Misal üçün, burada nə eləmişik? Biz hər bir şəxs təlimdə iştirak etməyən şəxs üçün hər üçün müvafiq şərait yaradılıb ki, səhərdə ola bilər növbəsi, günorta növbəsi də var, axşam növbəsi də var. Yəni ki, bu təlimlərdə rahat şəkildə iştirak edə bilsinlər. Düzdür, əvvəllər səhər və günorta etsə, müəyyən baxdıq ki, sürücülərimiz bundan bağlı, məsəl üçün, işləmələrlə bağlı çətinliklər çıxır, axşam növbəsi də yaratdıq ki, rahat şəkildə gəlib iştirak edə bilsinlər. Biz təlimdən keçən şəxslərlə bağlı məlumatlar toplanılır, aidiyyəti dövlət quru orqanına göndərilir ki, onlar da imtahanları keçirdiyi zaman artıq sürücülərimiz gedib orada iştirak edə bilirlər, rahat şəkildə qeydiyyatdan keçib və 20 sualdır orada. 20 sualın 10-unu uğurla keçən yazanlar, sürücülər imtahanı uğurlu keçmiş olurlar və aidiyyəti üzrə müvafiq xüsusi hazırlığa da şəhadətnamələr verilir. Burada belə bir sual yaranır. Tutalım, bir sürücü getdi, imtahandan rahat keçdi. Onun tibbi bütün sənədləri də yerindədir. Ancaq bayaq verilişin əvvəlində qeyd etdiyiniz kimi öz sənədlərini verdi başqa bir sürücüyə və o başladı o sənədlə fəaliyyət göstərməyə. Bu kimi halların qarşısını necə alırsınız?
Belə deyək, bugünkü gündə xüsusi hazırlığa dair şəhadətnaməni aldıqdan sonra təbii ki, onun nəqliyyat vasitələri, əgər daşıyıcı qismində çıxış edirsə, onun nəqliyyat vasitəsinin tələblərə uyğun olmalıdır. Reyz qabaq texniki tibbi müayinə müqavilələri gətirilir. Eyni zamanda sürücü narkoloji testlərdən keçməlidir. Bununla bağlı sənədlər mütləq şəkildə təqdim olunur. Biz bu sənədləri verdikdən sonra buna baxılır, yoxlanılır. Yoxlandıqdan sonra əgər uyğundursa, buraxılış kartı verilir nəqliyyat vasitəsinə. Təbii ki, siz qeyd edirsiniz ki, başqa artıq bizdən alınan buraxılış kartını başqa bir sürücüyə verir. Məsəl üçün, o rahat onu istifadə edir, baxmayaraq ki, onun sürmək üçün heç bir əsası yoxdur. Yəni, o təhlükəli sürücüdür. Bəli, buraxılış kartını operatorların sistemində qeydiyyatdan keçirirlər. Operatorlar sistemində görülür ki, bu nəqliyyat vasitəsinin buraxılış kartı var, sürücünün sertifikatı var. Ona uyğun sistemlərində qeydiyyata alırlar. Lakin təəssüflər olsun ki, bəzi hallarda son qəzada olduğu kimi nəqliyyat vasitəsi sürücüsü öz profilini məsələn başqa bir şəxsə verir. Profildə hər bir şeydə çağırılanda baxırıq ki, sertifikatı olan sürücü, buraxılış kartı olan nəqliyyat vasitəsidir. Lakin əraziyə gələndə fərqli bir nəqliyyat vasitəsi xidmətə gəlir. Buna nəzarət biz artıq iyul-avqust aylarından etibarən bu problemlərdən üzləşəcəyimizi bilirdik bundan bağlı və operatorların sistemlərində nəqliyyat vasitəsinə sürücüyə nəzarət, belə deyək, face control yaradıldı. Bəli, onunla bağlı yaradıldı ki, bununla mütləq şəkildə bunlar olsun. Bu təbii ki, bu çox çətin bir mexanizmdir, yəni texniki baxımdan çətin bir mexanizmdir. Biz bunu uğurla yaradılmasına nail olduq və yanvar ayında test rejimlərində işlədik. Yəni ki, artıq o sınaqdan keçirildi. Bəli, test rejimində də işlədi və bu gün də artıq real rejimdə bu fəaliyyət göstərir və bununla bağlı operatorlardan biz statistik məlumatlar aparırıq və hətta həmin verilən statistik məlumatlara da nəzarət olunur. Və bugünkü gündə bu cür hətta vətəndaş şikayətləri sayəsində və yaxud da ki, öz tərəfimizdən aşkarladığımız həmin nəqliyyat vasitələri buraxılış, yəni daşımalardan kənarlaşdırır. Necə bu proses aparılır? Tutalım, müəyyən bir saat ərzində operator tərəfindən sürücüyə sifariş göndərilir ki, nəqliyyat vasitəsinin şəklinin və yaxud da üz tanınma olsun. Bunu uğurla başa verməsə sürücü, baş tutmasa, təbii ki, həmin nəqliyyat vasitəsi dərhal daşımalardan kənarlaşdırır və ona sifariş ötürülmür. Ayna islahatlar aparan zaman belə bir açıqlamada vermişdi ki, taksilər konkret bir rəngdə və yaxud da iki rəngdə olacaq. Amma incinin özünə də baxanda müxtəlif rəngli avtomobillərə rastlaşırıq. Düzdür, ağ rəngli avtomobillər daha çoxluq təşkil edir. Amma yenə də qırmızı, sarı, göy, yaşıl, qara istənilən rəngdə taksilərdə fəaliyyət göstərir. Bu işlə bağlı, bu islahatla bağlı vəziyyət nə yerdədir? Belə deyək, ilk olaraq iyul ayının 1-dən etibarən, 2024 iyul ayının 1-dən etibarən buraxılış ili yalnız 8 ilə qədər olan nəqliyyat vasitələrində eyni zamanda renk ağ və qırmızı olan nəqliyyat vasitələrinə buraxılış kartlarının verilməsinə başlanıldı. Burada ağ və qırmızı rəng dedikdə, bu demək deyil ki, burada iyul ayının 1-dən sonra ölkə ərazisinə idxal olunan və ölkə ərazisində istehsal olunan nəqliyyat vasitələrinə aiddir rəng məsələsi, həmin ağ və qırmızı. Əgər nəqliyyat vasitəsi 2021-ci ildə, 2022-ci ildə ölkəyə gətirilibsə və yaxud da ölkə ərazisində istehsal olunubsa, həmin nəqliyyat vasitəsinə ağ və qırmızı şamil olunmur. Və iyulun 1-dən sonra yalnız biz ölkə ərazisinə idxal olunan və istehsal olunan nəqliyyat vasitələrini ağ və qırmızı rəngi şamil edib. Burada biz, misal üçün, belə bir statistika deyim, 5 il ərzində biz düşünürdük ki, bu rəng məsələsi öz qüvvəsini, yəni rəngdir. Amma xeyr, burada artıq deyə bilərəm ki, bugün verilən 27 min civarında buraxılış kartının 71%-i ağ və qırmızı rəngdədir. Əsas da burada 68%-i ağ rəngdədir. Çünki daha çox daşıyıcılar yeni nəqliyyat vasitələrini gətirildikdə ölkə ərazisinə gətirilən nəqliyyat vasitələrinin əsas böyük hissəsi ağ rəngdədir. Hətta burada gətirilən nəqliyyat vasitələrinin illəri ilə bağlı qeyd edə bilərəm ki, 31-32%-i bir ilini tamamlanmamış nəqliyyat vasitələri. Yəni, hətta bir ili tamam olmayıb. 2024-cü ilin nəqliyyat vasitələridir. Hətta bunu biraz da geniş açsaq, misal üçün 2023-2024-cü ilin nəqliyyat vasitələrinin sayı təqribən 40%-ə qədər təşkil edir, icazə verilmiş. Orxan müəllim, biz artıq bilirik ki, ayna müxtəlif islahatlar həyata keçirir və bu islahatların da böyük ehtimal ki, artıq nəticəsi var. Yəni, siz bu sahəni daha yaxşı bilən bir şəxs kimi bu sualı sizə verirəm ki,
Nəticələr artıq əldə olunurmu və hansılardır? Təbii ki, bu 9 ay ərzində müddəti nəzərə alsaq, nəticələrin əldə olunmağı qeyd etmək mümkündür rahat şəkildə. Çünki ilk olaraq az əvvəl də qeyd etdiyim kimi, rəng məsələsində misal üçün biz böyük nəticə əldə eləmişik. Hətta biz qeyd edə bilərik ki, şəhər ərazisində olan nəqliyyat vasitələrinin, daha çox taksidə istifadə olunan nəqliyyat vasitələrinin illəri təzədir və hətta o həmin nəqliyyat vasitələri daha çox elektrik və hibrid mühərrikli nəqliyyat vasitələridir. Bu da nəticənin bir tərəfi. Eyni zamanda xüsusi hazırlığa dair şəhadətnamələrin verilməsi ilə, buraxılış kartının verilməsi ilə qeyri-formal şəkildə fəaliyyətin də qarşısını aldıq. Çünki əvvəllər taksi fəaliyyətlə məşğul olmaq istəyən şəxs gedib taksi sifariş aparatına qeydiyyatdan keçirdi və profil açaraq istifadəni rahat edə bilirdi. Amma artıq bu belə deyil. Artıq mütləq şəkildə ayna tərəfindən verilən buraxılış kartı olmalıdır və yaxud da ki, sertifikatı olmalıdır sürücünün. Çünki sürücü sertifikatını təqdim etdikdə, yəni kimlər ki, bu sahədə, hansı sürücülərimiz bu sahədə öz işlərini qururlar və bilirlər ki, taksi fəaliyyətlə məşğul olacaqlar. Artıq onlar təbii ki, rahat şəkildə gedib imtahandan keçib sertifikatı alıb işləyə bilirlər. Bu da qeyri-formal şəkildə belə deyək, fəaliyyətin qarşısını rahat şəkildə ala bilir. Digər bir məsələdə deyim ki, burada sifarişlər, qısa məsafəli sifarişlər vardı ki, belə deyək, 0-3 kilometr arası sifarişlər. Bu sifarişlər əvvəllər 40% təşkil edirdisə, amma indi artıq həmin sifarişlərin sayı azalıb 13% təşkil edir. Buradakı artıq sərnişinlərimiz, belə deyək, yaxın dayanacaqlarda olan avtobuslardan istifadə edirlər. Eyni zamanda mikromobillik nəqliyyat vasitələrindən istifadə edirlər. Yəni, fərqli seçimlər var. Bu şəkildən yəni, biz islahatlardan bağlı deyə bilərik, müsbət nəticələrini əldə etdiyimizi deyə bilərik son 9 ay ərzində. Orxan müəllim, də sonuncu sual vermək istəyirəm. İndi təbii ki, şəhərə baxanda görürük ki, kifayət qədər yeni, normal, müasir standartlara cavab verən taksilər var. Bunları həm hibrid avtomobilləridir, həm tək elektriklə işləyən avtomobillərdir, eləcə də yanacaqla işləyən avtomobillər. Amma bununla yanaşı yenə də köhnə avtomobillərə rast gəlinir. Bu avtomobillərin, yəni ki, taksi xidmətlə fəaliyyət göstərən bu avtomobillərin tam olaraq xəttdən yığışdırılması planlaşdırılırmı? Burada yalnız bizim köhnə avtomobil dediyimiz rastlaşdığımız, hansı ki, az əvvəl dediyimiz kimi, hansı ki, başqa nəqliyyat vasitəsi ilə qeydiyyatdan keçir, fərqli nəqliyyat vasitəsi sürür. Bu cür nəqliyyat vasitələri dediyimiz şəkildə taksi ad sistemi, eyni zamanda müəyyən operatorlarda yaratdığımız bu sistem vasitəsilə aradan qaldırmağa çalışdıq ki, burada inşallah ki, qısa müddət ərzində öz nəticələrini göstərir. Amma bir şey deyim ki, bugünkü hal-hazırki vəziyyətdə 2011-ci ilə icazə almış nəqliyyat vasitəsilə xidmət göstərir. Çünki aprel-iyul ayının 1-nə kimi biz buraxılış ilə 15 ilə qədər olan nəqliyyat vasitələrinə icazə verildi. Bu da o deməkdir ki, 2012-2013-cü il nəqliyyat vasitələri, tələblərə uyğun nəqliyyat vasitələri həmin dövr ərzində, 3 ay ərzində sənəd ala bilərlər. Bu səbəblə həmin nəqliyyat vasitələri bizə köhnə kimi gələ bilər. Amma əslində bugünkü faiz statistik göstərir ki, bugün icazə verilmiş 27 min nəqliyyat vasitəsinin bunun 40%-i 2023-2024 il təşkil edir. Aydındır, təşəkkür edirəm studiyamıza gəlib, suallarımıza ətraflı cavab verdiyiniz üçün. Təbii ki, heç bir ölkədə baş verə biləcək hər hansı bir hadisədən sığortalamayıb. O cümlədən də biz bu sahənin müsbət tərəfləri də olur, mənfi tərəfləri də təbii ki, çalışmalıyıq ki, onları aradan qaldıraq. Minnətdaram. Çox sağ olun, Səbəbəm. Xatırladım ki, studiyamızın qonağı Azərbaycan Yerüstü Nəqliyyat Xidmətinin əməkdaşı Orxan Şıxıyev idi. Biz onunla son zamanlar taksi fəaliyyəti ilə bağlı yaranan məsələləri müzakirə edirdik. Həmçinin ayna tərəfindən həyata keçirilən islahatlardan danışırdıq. Kanalı dəyişməyin, az sonra millət vəkili Arzu Nağıyevlə biz Azərbaycan-Gürcüstan münasibətlərini müzakirə edəcəyik. Az sonra yenidən yayımdayıq.